Sağ olun, mənim xoş gördük sizi. Salamlayırıq sizi. Onunla bağlı fikirləriniz maraqlıdır bizim üçün. Düşünürəm ki, elə birinci dəqiqədən oyunu qurmaq istəyirdik, oyuna nəzarət eləmək istəyirdik, oyunu kontrol altımızda saxlamaq istəyirdik və elə oyunun birinci dəqiqələrindən də görsəndi ki, diktə eləmək istəyən tərəf biz idik. Yəni elə ən xoşhal digər oyunlarına baxanda bu oyunun sonuna kimi davam elədi. Yəni 2-0 arxada olmaq və 2-2 eləmək. Yəni futbolçulara təşəkkür düşür. Əlindən gələni elədilər. Baxmayaraq ki, biraz üzərimizdə psixoloji təzyiq var. Son oyunların nəticəsi bu kubok olsun. Amma futbolçulara təşəkkür eləm, doğrudan da minnətdaram. Əllərindən gələni elədilər. Qollar da vurdular və fikirləşirəm ki, biz baxdığımız rakursdan, yəni biz də özünüz bilirsiniz planşet və CBC-nin verdiyi epizodlara baxırıq. Orada əgər biz gördüyümüz yanlış deyilsə, fikirləşirəm ki, vurduğumuz qol da əsl oyun qaydası idi. Yəni qol da problemli deyildi. Amma yenə də deyirəm, bunun üzərində durmaq istəmirəm. Çünki ola bilər var otağında, referilərdə başqa görünüşləri olsun. Onlara baxandan sonra ki, sözümüz istəmirəm, yanlışlığa yol verək, amma futbolçulara təşəkkür düşür. Oradan da sona kimi vuruşdular, əllərindən gələni elədilər. Sağ olsunlar. Sumqayıt şəhəri sizin üçün doğma bir şəhərdir. Aynen. Burada oynamaq, bura rəqib komandanın baş məşqçisi gəlmək, nə deyə bilərsiniz bu barədə? Yəni ümumiyyətlə o fikirlə gəlməmişdik ki, bura doğma şəhərdir. Kimlərisə görməyə gəlirək, yəni dostlarımızı. Gəlmişdik bura Neftçi komandanın baş məşqçisi kimi gələk, oynayaq və qalib gələk. Fikrimiz bu idi. Yəni buna da doğru gedirdik və buna qazanmaq üçün də fikirləşirəm ki, hər şey elədik. Yəni çatışmamazlıqlar var, hansın ki bu mütəmadi və ola bilər daima bunu dilə gətiririk öz aramızda. Onlar önə çıxır. Yəni bu günləri özünüz fikir verdiniz. Birinci dəqiqələrdən oturulmuş bir komandaya qarşı oynayırdıq. Burada əziyyətlər çəkirdik. Amma bunları inşallah düzəldəcəyik. Çox sağ olun, uğurlar diləyirıq.